Sonda Əmir əl-Möminin İmam Əli əleyhissalamın dövründə xəvaricilərin işlətdiyi bir belə də şüar var. Əli əleyhissalam onu eşitdikdə və ona verdiyi cavabı qeyd etmək istəyirəm. Niyə? Çünki dediyimiz kimi bir çox insanlar Lə ikrahə fid-din ayəsindən, dində məcburiyyət yoxdur, bu ayədən sui-istifadə edirlər. Əli əleyhissalamın dövründə xəvaricilər belə bir şüar işlətdilər ki, Lə hukmə illə lillah. Hökm yalnız Allaha məxsusdur. Həqiqətən də bu şüar, bu kəlmə yerindədir, məntiqlə düzdür ki, hər bir hökm Allaha məxsusdur. Amma Əmir əl-Möminin Əli əleyhissalam onu eşitdikdə nə dedi? Dedi, onların işlətdikləri, dedikləri bu söz haqdır. Əlbəttə, hökm Allaha məxsusdur, amma onların məqsədləri başqadır. Baxmayaraq ki, onların dediyi söz haqq sözdür, doğru sözdür, amma onların dedikləri bu sözün altında başqa məqsədləri, öz mənfur fikirləri gizlənir. O ayəni ki, deyirlər Quranda, yəni dində məcburiyyət yoxdur, bu ayə haqdır, bu ayə doğrudur, bu İslamın qayda qanunu, məntiqi doğrudur, amma bunun altında bu ayədən istifadə edənlər öz batil məqsədlərini, öz mənfur, yəni xoşa gəlməz məqsədlərini cəmiyyətə yaymaq üçün bu ayədən istifadə edirlər. Ona görə hər birimiz elə bu cür məsələlərdə diqqətli olaq. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuh.